Əməkdar artist Aybəniz Haşimovanın səhhətində problem yaranıb. Müğənni bu haqda özü məlumat yayıb. O bildirib ki, ayaqları şişib və yerimə problemi yaranıb. Haşimova bir neçə gündür müalicə aldığını əlavə edib. 7 gündür reabilitasiya mərkəzində müalicə alıram. Ayaqlarımın problemi 60% həll olunub. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın deyə Aybəniz Haşimova əlavə edib. İnsanlar çox vaxt deyirlər ki, kaş filan vaxt filan şey etməzdim. Allah 20 yaşında müdriklik versəydi, səhvləri etməzdik. Mənim arxa sifətimdə var. Qoçaq, mübariz, deyib gülən, ətrafına enerji ötürən, yardıma qaçan Nüşabəyəm. Bu sözləri əməkdar artist Nüşabə Ələsgərli gün ortası verilişində deyib. Müğənni övladlarından, dünyasını dəyişən anasından danışıb. Amma evdə tək qalanda eyvana çıxıram. Bir mən, bir də stolum. Uşaqlarım böyüyüb, Avropadadılar. Rıza da evdə yoxdur, təkəm. Ağlayanda anam deyərdi ki, ağlama, anan ölməyib ki. Anam öləndən sonra ağlamağa başladım. Ana elə varlıqdır ki, 5 uşağıq. Anam sağ olsaydı, gedib başımı onun dizinə qoyardım. Nə olsun, müəyyən yaşım var. Anama ehtiyacım var.